Maşını alanda nəyə fikir verirsiniz? Əsasən onun görüntüsünə, bir də əlbəttə ki, sağlamlıq o heç o öz yerində. Yəni təzə maşın alırsansa onun sərfiyyatı ən əsas məsələdir. Yəni sərfiyyat və onun vidi. Bu maşında hər ikisi var. Həm plug-in hibriddir, həm sürəti var, 215 at gücü, həm də vidi var. Yəni vidi, yəni viddən ümumiyyətlə danışmayım da bu maşında. Çünki elə vid elə bu maşındadır. Çanqanlardan biz danışırıqsa, mənim ən sevdiyim Uni T-dir və Uni Z-dir. Mən əslində bu maşını əvvəllər o qədər də bəyənmirdim, açığını deyim sizə. Amma get-gedə bu maşın mənim o qədər gözümə girib ki. Ya çox qəşəngdir də bildiyiniz. Yəni sanki Lexusdur. Sözün həqiqi mənasında bax bu modelə. Mən Çinin Lexusu deyirəm. Maşının eksteryeri kimi də əlbəttə ki, onun interyeri də möhtəşəmdir. Yəni bu rəng mənim daha çox xoşuma gəlir. Digər rənglər də var əslində, amma bu daha belə baqatdır, daha belə varlıdır. Ona görə də varlı olmaq istəyirsinizsə, belə deyək də, indi belə ola bilər ki, varlısınız. Amma bu maşını da alıb tam olaraq, tam-tamına varlı ola bilərsiniz. 14.400 manatdır. Bax, bu avtomobilin qiyməti. Bütün funksionallığı ilə, pultla, qabağa, dala, getmək, zat öz yerində necə lazımdır? Yüksək səviyyədə, rəhbərlik səviyyəsində. Bu maşının qiyməti, bir daha deyirəm, 14.400 manat ilkin ödənişdir və nağd qiymətini də deyəcəm sizə, amma çöldə. 37.900 manat bu maşının nağd qiymətidir, tam olaraq, full. Və əlbəttə ki, One Express Avtoya gələn real müştərilərə endirim də olacaq o öz yerində. İndi bu qiymət formal qiymətdir, amma maşın and olsun Allaha ki özüdür. Rəngi də özüdür. 055 411 97 97 055 413 97 97 One Express belə sağlam maşınlarla hər birinizi gözləyir.